Goranboyda zəhərlənən 30 yaşlı kişi xəstəxanada ölüb. Rayonun Qaradağlı kənd sakini 1995-ci il təvəllüdlü Yavər İbrahimov ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 30 yaşlı kişiyə xəstəxanada yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Qonşular bildiriblər ki, hadisədən bugün səhər saatlarında xəbər tutublar. Səhər eşitdik ki, Yavər belə gecə ölüb. İndi nə səbəbə ölüb, niyə ölüb, nə bilim, dedilər ki, qidadan ölüb, nəsə qidalanıb, qidadan zəhərlənib ölüb. Yaxşı uşaq idi, yaxşı qonşuydular, mehriban ailə idilər. Baş verən hadisə ilə bağlı təbib də açıqlama yayıb. Bildirilib ki, 12 iyun 2025-ci il tarixində saat 01:00 radələrində 1995-ci il təvəllüdlü kişi cinsli olmaqla şəxs zəhərlənmə şübhəsi ilə Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu təyin edilib. Göstərilən tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 01:04 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Qeyd edək ki, dünyasını dəyişən 30 yaşlı Yavər İbrahimov ailəli olub və 2 övladı var. Faktla bağlı araşdırmalar davam etdirilir. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Goranboy.